həyatda uğursuz insan yoxdur. Var lovğalıq, var özgüvən. Bunlar ayrı-ayrı şeylərdir. İnsan özünə güvənməsə, özünü sevməsə, zaten özünü inkişaf elətdirə bilməz. Uğur ümumiyyətlə inanmıram ki, kimisə yorsun. Bəlkə hər hansı bir populyarlıq kimisə yora bilər. Başlamaq, dayanmamaq və ağıllı hərəkət etmək lazımdır. Şükran bəy, bugün Gənclərin qarşısında çox səs var. Motivasiya spikerləri, blogerlər, məşhurlar, sosial media. Hər kəs bir şəkildə öz həyatında yaşadıkları ilə nümunə olmağa çalışır. Sizcə gənc insan üçün ilham mənbəyi seçimi necə olmalıdır ki, bu onu inkişaf etdirsin, manipulyasiya etməsin? Ümumiyyətlə belə bir söz deyim də. Həyatda uğursuz insan yoxdur. Mən belə deyim də, uğursuz insan yoxdur. Ümumiyyətlə, nə istədiyini bilməyən insanlar var. Həyatda ilk öncə nə istədiyini bilməlisən. Yəni, uğur nə deməkdir? Başlamaq, dayanmamaq və ağıllı hərəkət etmək lazımdır. Və disiplin lazımdır bunun üçün insana. Mən düşünürəm ki, motivasiya çox vaxt emosional olur və tez sönür. Ancaq davamlı nəticə sistem və intizamla gəlir. Sizcə gənclərə daha çox motivasiya aşılanmalıdır, yoxsa intizam qurmağı öyrətmək lazımdır? Mən sizə belə bir söz deyim. Məsələn, uğura gedən yolda motivasiya bir o qədər də önəmli deyil. Motivasiya uğura gedən yolda bəzən çox olur, bəzən azalır. Gəlsən ona baxmayasan, ümumiyyətlə yolvu gedəsən. Bu da o deməkdir ki, nizam, intizam, disiplin daha önəmlidir. Yəni, sən hər zaman yaxşı, belə deyim, əhval-ruhiyyədə olmaya bilərsən, yaxşı motivasiyada olmaya bilərsən, amma bu o demək deyil ki, həmin zaman sən nizam, intizamlı və uğura gedən yolda nəyisə dayandırasan. Bunu hər hansı bir əhvalva qatmaq olmaz. Bəs sizin həyatınızda ən böyük rolu hansı oynayıb, motivasiya yoxsa nizam? Belə deyim, mənim həyatımda ən böyük rolu mənim çəkdiyim əziyyət, belə deyim də, ən çox çəkdiyim əziyyət. Mən bu uğuru həyatda qazanmaq üçün çox əziyyətlərdən keçmişəm. Yenə deyəcəm, yəni mən nə istədiyimi bilirdim. Yəni, Şükran var idi, onun arzuları çox böyük idi, xəyalları çox böyük idi və mən o yolda gedirdim. Dediyim kimi, yəni az pul qazandığım vaxt olub, çox da olub. Baxmayaraq mənim məqsədim başqa idi, amma mən başqa bir işlərdə idim. Çünki o məqsədə çatmaq üçün hardasa mənə işləyib qazanmaq da lazım idi. Yaşamağım üçün qazanmaq lazım idi. Amma yenə deyirəm ki, mənim bu yolda çəkdiyim əziyyətim nə istədiyimi bilməyim. Ümumiyyətlə, həyatda insan nə istədiyini bilirsə, demək olar ki, artıq o uğurun qapısını açıb və bir pillə ona doğru gedim. Vay o günə ki, sən nə istədiyini bilmirsən və qalmışsan seçim arasında. O zaman mən gənc vaxtımdan, indi də gəncəm, uşaq vaxtımdan istədiyim bir həyat olub, istədiyim bir məqsədim olub və o məqsədə doğru da gedirəm və kifayətlənmirəm. Yəni, uğur əldə elədim, bunu qazandım, daha yaxşısını, daha, məndə dahalar böyüyür. Düşünürəm ki, yəni mən hər şey etdim və hər şey, mənə hər şey bəs eləyir, daha heç nə lazım deyil deyə bir şey yoxdur. Mən üçün hələ də bu uğur davam edir və bu uğura gedirəm. Dediyim kimi, bu yolda motivasiyadan düşən vaxtlarım da olur, daha motivasiya zamanlarım da olur. Yetər ki, bu məqamlarda həvəsdən düşməyəsin. Ümumiyyətlə, daha bir şey xatırladım ki, sənin sağlam ətrafın olmalıdır. Sənə inanan, güvənən ətrafın olmalıdır. Sən bir işi başladıqda sən bunu bacaracaqsan, sən güclüsən deyəcək bir insanın varsa, sən çox xoşbəxt insansan. Doğrudan da mən artıq siz necə başlamışam çalışmağa, enerjinlə, ümumiyyətlə negativ enerji aldımsa bir işdə, mən o işdə iş görə bilmirəm. Çünki ətrafında negativ insan olduqda, onda da işləyə bilmirəm. Ona görə son zamanlar belə deyim, uzun zamanda artıq negativ insanları ətrafımdan uzaqlaşdırıram. Hətta belə deyim də, yəni mən belə xarakterim var. Mən tutalım, deyirəm ki, mən bunu görmək istəyirəm, mən bunu etmək istəyirəm. Həmin anda yanımda olan insan mənə desə ki, sən bunu bacaracaqsan, sən bunu edə bilərsən, demək ki, mən onu edəcəm.
desə ki, yox etməyəcəksən, artıq mən o negativə düşürəm. Yəni mən sadəcə inanmaq lazımdır. Ona görə də ki, uğur üçün sağlam ətraf da daha önəmlidir. Gərək heç kimə baxmayasan, yəni irəli gedəsən. Belə bir reallıq var ki, əvvəllər uğur daha çox zəhmət, davamlılıq və mərhələ-mərhələ irəliləyişlə ölçürdü. İndi isə daha çox rəqəmlər, baxış sayı və tanım ön plandadır. Sizcə bu insanların ambisiyasını artırır, yoxsa uğur anlayışını səhtiləşdirir? Belə bir söz deyim də, var uğur, binövrəli uğur, var müvəqqəti uğur. Ümumiyyətlə, uğur bir neçə mərhələlərə bölünür. Baxır, nədə uğur qazansan, ümumi həyatda və yaxud da sosial şəbəkədə, bunlar ayrı-ayrı şeylərdir. Ambisiya nə deməkdir? Yəni, mən hər şeyin ən yaxşısını edərəm, bacararam. Yəni, bu fikirli olmaq daha yaxşıdır. O, daha da uğur gətirə bilər insana. Sizcə ego deyil o? Xeyr, deməzdim. İnsan ilk növbədə özünə inanmalıdır ki, güvənməlidir ki, digərlərini də inandıra bilsin. Özgüvən həyatda çox gözəl bir şeydir. Bəzən deyirlər, filan kəs özgüvən var, lovğalıq, var özgüvən. Bunlar ayrı-ayrı şeylərdir. İnsan özünə güvənməsə, özünü sevməsə, zaten özünü inkişaf elətdirə bilməz. Özünün dəyərini bilməsə, mən belə düşünürəm ki, qarşındakına dəyər verə bilməz. Bəs uğurun dəyəri kim tərəfindən məhdudlaşdırılır? Kənar rəylər, yoxsa şəxsin öz daxili kriteriyaları? Uğur məhdudlaşdıra bilər mənim fikrimcə. Mənim özümdə xeyr. Mən çünki dediyim kimi, şəxsən özümdə nə istədiyimi bilən insan olduğum üçün mən özümdə dayandırmaram. Yalnız ətraf nə isə dediyimiz kimi insan negativə sala bilər. Amma burada bir zid fikir yaranır ki, siz özünüzə inamınız çoxdur, öz daxili kriteriyalarınız sizi dayandıra bilməz, amma kənar rəylər sizi dayandıra bilər. Kənar rəylər deyəndə ki, bax sizə belə bir söz deyim də, bunu istəsək də, istəməsək də, əgər belə deyim də, publikası olan bir insan üçün, o insan tək özü, mən fikrimcə, tək özünü düşünməməlidir. Səni izləyən bəlli bir insanlar varsa, bəlli bir publika varsa, sənə onların fikir də maraqlıdır. Ola bilər mən bir kontent yaradaram, məni sevənlər üçün bu maraqsız olar, düzgün qarşılamazlar, mən onların fikrinə hörmətlə yanaşaram. Yəni, onlardan çox şeyaz, amma elə bir şey eləyərəm ki, onlar məni dəstəkləyərlər, bu mənə daha da böyük bir motivasiya verir, amma tənqid eləyərlər, motivasiyadan düşə bilərəm, amma yenə də özümdə dayanmaram da. Demək ki, bu olmadısa, demək başqa bir tərəfdən mən buna yaxınlaşım, başqa cür nələrsə edim. Əslində mən bu məsələdə də sizlə danışacaqdım. Bizim cəmiyyətdə belə bir fikir forması mövcuddur ki, müəyyən kütləyə xitab edən, tanınan, xalq tərəfindən seçilən bir insana biz nümunə olmaq, maarifləndirmək kimi öhdəliklər qoyuruq. Sizcə geniş auditoriyası olan bir insan bu məsuliyyətdən kənarda qala bilərmi? Xeyr, məncə bax, yenə deyirəm, əgər sənin bəlli bir kütlən, səni izləyən bir publikan, səni sevənlərin varsa, sən cəmiyyətə yararlı olmalısan. Yəni, cəmiyyətə, insanlara yararlı kontentlər eləməlisən. Belə deyim, mən özümdən danışım. Düzdür, çox insan var, bəlkə də milyonlarla baxış yığacaq insanlar var sosialda, amma baxırsan ki, doğrudan da mənasız bir şeydir. Ümumiyyətlə, onun cəmiyyətə heç bir xeyri yoxdur. Biz son zamanlar, bax, sosial çarxlar çəkirik və sosial çarxlar da insanlar tərəfindən sevilir, dəstəklənir və belə deyim, bax, mən onu çəkdim, insanların, belə deyim də, kommentinə başladım oxumağa, görüm nə deyəcəklər. Və o, məsələn, pis rəylər yazılsaydı, mən onu ikinci dəfə etməyi düşünməzdim. Amma yaxşı rəylər gəldiyi üçün artıq mən onun ikinci senarilərini düşünürəm, üçüncü senarilərini düşünürəm. Yəni, belə deyim, mən özlüyümdə Şükran Soltanov səhifəsinə daxil olan heç vaxt hər hansı bir pis örnək görməyəcək, bugünkü cəmiyyət üçün, bugünkü gündəm üçün. Biz nə edirik? Bizə komediya janrıdır, insanların üzünü güldürmək, təbii ki, orada heç bir, belə deyim də, 18+ və yaxud da digər bir,
bir söhbətlər yoxdur. Yəni kiçik yaşdan tutmuş böyük yaşa qədər insanlar mənim səhifəmi rahatlıqla izləyə bilərlər. Yəni bəzən olur, bəzi insanların səhifəsinə daxil olsan, görsən milyon baxışı var. Söhbət edib telefonun səsini ala bilmirsən. Uyğunsuz kontentdir. Bəli, elə ortasında söyüş mü deyirlər, nəsə belə bir lazımsız tekstlər istifadələr. Bizim ümumiyyətlə kontentimizdə elə bir şey yoxdur. Bacardığım qədər dediyim, mən də idmandır, komediyada insanların üzünü güldürmək, sosial və daha lakşiri, gözəl həyat. Yəni Azərbaycanı, Bakımızı ən gözəl yerlərini, ən gözəl tərəflərini bacardığım qədər göstərəm. Çünki ölkədən kənardan da bizi izləyirlər. Belə bir söz deyim də, məsəl üçün bizi Dubai və yaxud da digər ölkələri sevindirən ilk növbədə onlarda gördüyümüz həmin videoroliklər olub. Kimlərsə, hansısa bir blogerlər, hansısa bir sosial şəbəkə vasitəsilə biz o şeyləri izləmişik, həmin o lakşiri, görünüşlü böyük binalar, maşınlar, avtomobillər və belə də həvəs yaranıb o ölkəyə. O şeyi də mən çox istəmişəm ki, və eləyirəm də bacardığım qədər Bakının, Azərbaycanın ən gözəl yerlərini, ən yaxşı yerlərini göstərək, nümunə olaq. Sanki bir turist Azərbaycana gəldikdə hal-hazırda da elədir ki, səhifəni izləyir, baxır, hətta bir də görsə bizə yazır ki, bax, siz keçən dəfə bir şeyi paylaşım etdiniz, bura getmək istəyərdik, onu etmək istəyərdik, yəni bu kimi şeylər. Sizcə mən uğur barəsində bir də danışmaq istəyirəm. Sizcə uğur davamlı olanda insanı daha çox motivasiya edir, yoxsa yorur? Çünki uğurun özündən daha çox danışılır, nəinki onun gətirdiyi təzyiq və təkrarlanma ehtiyacından. Bax, uğur ümumiyyətlə inanmıram ki, kimisə yorsun. Bəlkə hər hansı bir populyarlıq kimisə yora bilər. Bəzən insan məsələn yol getdiyində, hardasa sərbəst deyilsən. Sanki səni hər kəs görür. Bir məkanda oturduqda, yəni mən buna belə deyim, pis baxmıram. Məsəl üçün mən hər hansı bir mola daxil olduqca və yaxud da ki, məsəl üçün Novruz ərəfəsində yarmarkaya daxil olduqda çox gözəldir. İnsanların sevgisi, xalqın sevgisi, yaxınlaşmaqlar, şəkil çəkdirməkləri, hərədən bir xoş söz almaq çox gözəldir. Mən o qədər böyük motivasiyayla oradan çıxıram ki, yəni həqiqətən də deyirəm ki, Allah sənə çox şükür ki, sən bu sevgini mənə bəxşlədin. Həqiqətən də onlar pulla və yaxud da nə ilənsə alınası bir şey deyil. Ya o sevgi olur, ya da olmur. Amma bir tərəfi də var ki, mən şəxsən oraya getmişdim, tatlı bir şeylərdən alım yiyeyim, mənim əlimdə yarımsıq qalırdı. Çünki insanlar yaxınlaşırdı, mən onlara şey də eləyə bilməzdim ki, yox gözlüyüm və yaxud da mən çörək yiyirəm. Bu kimi şeylər olur, amma uğurdan yoruldum demək naşükürlük olar. Görün, nə qədər uğursuz insanlar var, nə qədər bu həyatı yaşamaq istəyən insanlar var, bunun həsrətini çəkən insanlar var, amma bunun görünməyən tərəfində o qədər əziyyətlərdən keçmişəm. Mən bugünkü gündə yaşadığım həyat mənim haçansa arzularım idi. Hətta belə bir şey deyim ki, mənim arzularım bu qədər deyildi. Yəni bir yerə qədər idi. Qurbanım Allaha, Allah mənə bütün hər bir şey yetirdi. Əziyyətimin, zəhmətimin və etdiyimiz duaların, valideynlərimizin duasının. Yəni mən heç dəyişmədim. Həmən o, belə deyim, bir zamanlar 1-2 manatla günlük keçirdən Şükranla bugünkü gündə bu vəziyyətdə olan Şükranın mənim özümdə və yaxud da ətrafım üçün heç bir dəyişiklik yoxdur. Yəni bunu nədən hiss edirəm? Çünki mənim telefonumda həmin illərdən bəri olan dostlarımız var ki, biz yenə də o mənə yığanda telefonunu götürürəm, normal danışırıq, bir işləri düşəndə etməyə çalışıram, bacardığım qədər. Ona görə də həqiqətən də məndə uğur belə işləyir. Mən bir şey istəyirəm, o məqsədi qoyuram qarşıma və gəlib o yerə çıxıram. O yerə çatanda hətta belə bir şey olur ki, məsələn, tutalım, deyirəm ki, mən filan avtomobil istəyirəm. Mən bunu edəcəm. Gəlib mən çıxıram həmən yerə gəlib çıxdıqda, məsələn, ətrafda olur da deyir ki, sən neyinsən, etmə, bunu alma, yatır başqa işə, daha elə deyirəm, eşitirsən məni. Bax, mən bunu, mənim məqsədim var. Bunun üçün qazanmışdım, bunu qoymuşdum. Sanki elə bilirəm ki, oyunum pozulacaq. Olmaz. Bunu eləyim, onu otuzurum beynimə və onun axırınca gedim.
Yəni bir şeyin axırınca gedə bilirəm. Bir şey ürəkdən istəyirəmsə, qurban olum Allaha, Allah onu mənə yetirir. Nə yolla nə olsun, yetirir, qarşıma çıxardır. Ona görə də bugünkü gündə qazandığım və gördüyüm çətinliklər, pis günlər və bugünkü yaşadığım həyat mənim pis olmağa heç bir halda, heç bir haqqım yoxdur. Çünki bir zamanlar Şükran Soltanov yəni bu şeylərin hər birini arzulayıb. Yəni mən indi necə pis ola bilərəm? Qurban olum Allah, bunu Allah yetirib. Ona görə də bilirsiniz necədir? Yəni uğur həm də pulu qazanıb xərcləmək deyil. Pulu qazanıb daha da böyütməkdir. Və mən də o sistemlə işləyib irəli getməyə çalışıram. Sizcə sosialdakı Şükranla real həyatdakı Şükran arasında hansı fərqlər var? Aha, bu çox maraqlı sualdır. Deməli belə deyim, sosialla real həyatda fərqlənirəm. Sosialda mənim hər zaman üzüm gülür, hər zaman insanlara xoş aura, xoş enerji bəxş edirəm. Realda da eləyəm əslində, amma mən heç sevmərəm ki, məsələn üstündə, yəni realda, sosialda gördükləri kimi mənə rəftar etsinlər. Yəni sosialda ola bilər, bilsin necədir, məsəl üçün. Mən real həyatda olduqca ciddi bir insanam. Yəni bunun komanda üzvlərim də bilir. Çünki biz otururuq, işləyirik, yazırıq, ciddi şəkildə durun, çəkdik. Çəkiliş elədik, orada həmin o aura, təzədən oturdum, yenə həmin o ciddiyyət öz yerindədir. Yəni harda necə olacağımı bacaran insanam. Liderliyi bacaran insanam, təşkil etməyi bacaran insanam. Yəni o xüsusiyyətlərim var ki, insanları bir yerə toplayıb, orada sözümü deyim, bir işi qurum, belə deyim də, lokomotiv. Onu bacaran insanam. Və emosiyalarınızı idarə etməyi bacarırsınız mı? Bax, belə bir söz deyim də, yəni bu desəm ki, burada yox, mən belə olur, əsəbi vaxtımda olur, tələbkar insanam. Mənim üçün belə deyim də, yəni bir işçi heyətimiz var da, bizim komandamız var. İşə gəlmək o demək deyil, işləyəm, çalışıram. İşə gəlib çalışmaq lazımdır. Mənim komandamdan istəyim nədir? Vaxtında hər kəsən öz işini icra etsin. Başqa, yəni bu olmadıqda bəli, əsəbləşirəm, aqressiv oluram. Bu şeylər çox baş verir. Doğrudan da çox, amma bizim komandamızın daxilində. Mən düşünürəm ki, mənim yanımda çalışan insanlar bir zamanlar onlar da haçansa böyüyəndə mənim bu tənqidlərimə, bu əsəblərimə çox sağ ol deyəcək ki, vaxtında bu kişi bu tənbihləri eləmişdi deyə artıq bu yerlərə gəlib biz çıxmışıq. Çünki mən az çox özüm balaca da olsa bir məktəb kimi görürəm. Çünki sıfırdan başlamış və həyat praktikam var. Həyat praktikam var. Ona görə də yəni mən bunu həyatda yaşayıb gerçəkləşdirmişəm. Amma bugünkü gündə desək ki, nə arzu edirsən, nə istəyərsən gənclərdə. Məsəl üçün, bir övladın olsa onu nə edərsəm, nə edə bilərəm mən onu? Təbii ki, çox istəyərəm ki, özüm etmədiyim bəzi şeylər var ki, etmişəm bir yerə qədər. Məsəl üçün, kitab oxumaq nə qədər gözəl bir şeydir. Hətta indi də vaxtım olanda çalışıram oxumağa. İnsanın nitqinin zəngin olması, söz bazasının zəngin olması, inanın ki, mən çox sevirəm bu şeyi. Baxmayaraq ki, mən bəlli bir dönəmə qədər oxudum o kitabları, bəlli bir dönəmə qədər mən sinifin əlaçısı olmuşdum, sonra Rusiyaya yollanmışdıq biz. Mən idmana daha çox yönəldim, idmanda uğurlar qazandım deyə biraz oxumaq kənara qaldı. Amma mən idmançı olaraq soruşsan ki, gələcəkdə övladınızın nə olmasını istəyirsiniz, mən istəyirəm çox savadlı bir insan olsun. Bir şey soruşa bilərəm. Mən çox intervyulara baxanda hər kəs deyir ki, istər müğənni, aktrisa ya idmançı, aparıcı, hər kəs öz övladının ondan fərqli olaraq başqa sahədə olmağını istəyir. Sizcə səbəb nədir? Səbəb bilirsiniz nədir? Bax, çünki mən bu yolla gəlmişəm, bu idmanla gəlmişəm və bəlkə də çatışan və çatışmayan cəhətləri görmüşəm. Görmüşəm ki, yəni bilsin necədir? Bu olsaydı, bu tərəf daha asan olardı. Mənim üçün olmayan tərəf kaş ali
savadlı bir, belə deyim də, ali bir universitet, institut bitirmiş olardım. Mən üçün savad daha önəmlidir. İdman öz yerində, demirəm, idman da eləmək lazım. Zaten mən dediyim, yəni bugünkü gənclərə yaxşı yuxu yatmaq doğrudan da yuxu vacibdir. Yəni sən normal yuxu yatmasan, sən nə yaxşı idmançı ola bilmərsən, sən nə yaxşı peşəkar insan ola bilmərsən, iş görə bilmərsən. Çünki zehni düşünmək var, zehni fikirləşmək var. Baxmayaraq çox vaxt mən də yuxusuz qalıram, amma yuxu yatdığım vaxtı səhərsi günü mən durub çox da normal həyatıma davam edirəm və normal şəkildə işləyirəm. Bax, nə məsləhət görərdim, kitab oxumağı, dil öyrənmək vacibdir. İdman mütləqdir. İdmanı ayırsınlar. O demək deyil, idman dedikdə yarışlara, hansı bir arenalara çıxsınlar, xeyr. Ən azından sağlamlıq üçün mütləq şəkildə, yəni idman olsun. Bu, yəni uğura gedən bir yol var. O yolda bunların hamısı olmalıdır. İdman nədir? Bədən tərbiyəsi var. İnsanın öz tərbiyəsi var, bədən tərbiyəsi, forması. Nə gözəldir, insan hər şey birində tamamlananda, savad, bədən forması, bədən tərbiyəsi, mədəniyyət, hamısı bir-birini tamamlayanda bu iş daha mükəmməl olur. Amma siz düşünürsünüz ki, ən birinci təhsildir. 100% təhsildir. Həqiqətən təhsildir. Bəlkə də bir zamanda mən də kimsə mənə desəydi deyərdim ki, nə deyir bu? Amma doğrudan da o məktəb illəri, o devirlər üçün çox darıxmışam. Yəni desəydiniz nəyə qaytarmaq istəyərdim? Mən o illərə bir anlıq doğrudan da qayıtmaq istəyərdim. Çünki mən nədənsə o illərə qaydanda kədərlənirəm. Həqiqətən də ki, yəni nə qədər illər keçdi, nə qədər ötdü. Çox gözəl bir şeydir. Yəni onu bəlkə də indi bilmirəm necədir. O səhər durmaqlar falan, onun da öz gözəlliyi var ki, səhər duranda deyirəm 5 dəqiqədə yatım, gözüm 10 dəqiqədə yatım. Məktəbdə bayramlara biz necə hazırlaşırdıq. Nə bilim, bilmirəm indi həmin abu-hava var yoxsa yoxdur. Çünki bizim dövrümüzdə telefon, sosial şəbəkə yox idi. Amma bugünkü gündə gənclər, məktəblilər, institut, universitetdə olan insanlar Azərbaycanda, nəinki də dünyada daha çox sosialda onlar aktivdir, daha izləyici kütləsi. Yəni demək olar ki, elə bir məktəbli yoxdur ki, bugünkü gündə bizim gündəmdə olan, sosial gündəmdə olan insanları tanımasın. Və onların da hər biri, yəni sosial şəbəkədə bizi izləyir. Biz də bacardığımız qədər bütün həmkarlarımızdan istəyirəm ki, doğrudan da heç olmasa örnək olacaq bir şeylər etsinlər. Ən azından belə deyim də, mənim hətta Gənclər və İdman Nazirinin təşəbbüsü ilə mənim gənclərlə böyük görüşlərim olur. İnansız düşünürəm ki, oraya gedib yarım saatlıq bir şey danışacağam. O qədər maraqlı olur ki, bir-birimizə, yəni insanlarla bir-birimizə, gənclərlə bir-birimizə gözəl enerji ötürürük və o 2 saat keçib. Hər biri də oturub dinləyir məni və içində olan sualları verir. O sual verən şəxs mən bilirəm ki, məsəl üçün, hər insan özündən sual verər də. Mən maraqlı olan tərəf ki, məndə bu şey var, deyəm, bu barədə verim. Onlara o qədər gözəl açıqlamalar verirəm ki, və tez-tez belə dəvətlər alam. Nə xoş, bu da mən üçün bir tərəfdən sevindirici haldır ki, yəni məni bu qədər dinləyən insan var və sonra oradan çıxanda mənə o qədər xoş sözlər yazırlar ki, biz sizi nə bilim, belə bilmirdik, sosialda biraz kobud görsəniz, özündən razı görsəniz, amma real həyatda doğrudan da siz elə biri deyilsiniz kimi mesajlar mənə böyük bir motivasiya verir. Həqiqətən, o bir tərəfdən, o tərəfdən sevinirəm, bir tərəfdən pis oluram ki, elə bilirəm mən artıq yaşdaşmışam, məsləhət verirəm. Necə ki, bir zamanlar uşaqlıqda kimsə mənə məsləhət verirdi, qulaq asırdım. Bir anda özüm elə görürəm ki, mən o həmin məsləhət verən dayı əmiyəm görəsən, o məni biraz motivasiyada salır. Çünki mən yaşlanmaq istəmirəm. Gənclik gözəldir. Gəncliyin qədrini bilmək lazımdır. Düşünürəm ki, mənim həyatda bəzi şeyləri etməyə zaman azlığım var. Amma dayanmadan, durmadan çalışıram. Kaş ki, bugünkü bu dönəmi 25 yaşımda olaydı. Amma ki, mən 23, 24, 20, 19, 17 yaşlarımda çox əziyyət çəkmişəm. 2-3 işdə işləmişəm. Məsəl üçün, belə deyim də, fanatı olduğum filmdə dəvət alıb çəkilmişəm. Mən 3 dənə marşrut dəyişmişəm. Gedmişəm ki, o filmdə çəkilim, simenden çıxmışam, gəlib mühafizəsi çalışmışam, o qədər əziyyətlər çəkmişəm ki, yəni ki, bugünkü gündə
onun bəhrəsini mən görürəm, onun bəhrəsini yeyirəm, ətrafım onun bəhrəsini görür. Ona görə də mənim çalışqanlarımın içində, işçi heyətimin, komandamın içində kimsə mənim işimə məsuliyyətsiz yanaşanda sanki elə bilirəm ki, bax mənim o çəkdiyim bütün əziyyətlərə gəlsin o bütün işimə mənim nə bilim laqeyd, hörmətsizlik yanaşır. Çünki bu işimdən bəhrələnən mənim ailə üzvlərim var, qohumlarım var, əqrəbam var, onlar var, onların ailələri var. Ona görə də yəni belə deyim də, yəni bu işlərdə ümumiyyətlə irəli gedəndə güclü komanda lazımdır. Səni sevən, səni dəstəkləyən, məsuliyyətli olan insan heç sevməsini, amma məsuliyyətli olsun. İşini yetərincə görsün. Çünki axı o da bəhrələnir bu işdən. Yəni qurban olum Allaha, bilsiz necədir? Yəni necə deyim? Biz bir qulun haqqını yemərik, bir qul da bizim haqqımızı yeyə bilməz təbii ki. Mənim kənardan gördüyüm belə bir mənzərə var ki, bəzi bloqerlər aktual ictimai mövzularda mövqe bildirməməyi seçir, ancaq öz təsir gücünü də saxlayır. Sükut bu halda neytrallıqdır, yoxsa gizli mövqe? Bax, belə deyim də, bəzi mövzular var ki, ümumiyyətlə, bilsiz necədir? Dediyim kimi, blogerlər fərqli kateqoriyalara bölünüb. Var bütün günü ölkədə olan problemləri çəkib paylaşan insanlar, var ailə sosial problemləri danışan, var ona buna rəy bildirən, var ona buna söz atan. Mən bunların heç birində yoxam. Mənim bir insana, bir iradım olanda insandır. Məsəl üçün, var tanıdığım blogerlər də var, hörmət etdiyim blogerlər də var. Bloger sözü ümumiyyətlə bizdə ucuzlaşıb. Dünyanın başqa yerində o qədər bu ad önəmlidir. Yəni, dünyanın ən varlı insanlar, varlı ailələri və yaxud da ən vacib brendləri blogerlərin bir qarşılanmasını görəsiniz. Mən bu yaxınlarda Türkiyədə idim, belə deyim, saç əkimində əməkdaşlıqla getmişdim ora. Onlar o qədər bizə, yəni, hörmətlə, izzətlə belə yanaşmışdılar. Yəni, bilsiz necə, yəni, hətta qidama qədər soruşmuşlar ki, siz gəldikdə 3 gün qalasınız. Sabah nə yeyəcəksiniz, günorta nəyə yeyəcəksiniz, nə yeyəcəksiniz, çox hörmətlə yanaşır. Elə biri, bax belə deyim də, bizim həm yerlimiz Hüseyn Qasanov, mənim yaxın dostumdur. O, dünya bir çox ölkələri var ki, onların ölkə başçıları ilə görüşür. Yəni, onu dəvət edirlər, onlarla əlaqədədir, onu sevirlər. Yəni, bizdə bloger ucuzlaşıb. Bəzi insanlar, bu işdən xəbəri olmayan insanlar bunu ucuzlaşdırıb. Güclü baxış və yaxud da ki, milyonluq hansısa bir videonu çəkib baxış yığması o bloger adlandırmaq olmaz. Zaten bu dəqiqə bir stəkan da vurub oturduğumuz yerdə sındırsaq, o maraqlı gələ bilər insanlara ki, görüm nə oldu və beləliklə milyon baxışlar yığacaq. Ona görə də ki, bloger, belə deyim də, bloger mənə deyəndə bir bazı belə qalır ki, yəni mən özümü elə, əslində Azərbaycan kənarda eləyik. Amma bu Azərbaycanda biraz ucuzlaşıb deyə adam tanı filan kəs blogerdir. Bloger yəni əslində heç də pis söz deyil. Bizdə də var özünə hörmət edən xanım blogerlərimiz var, bəylərimiz var. Çox gözəl, rahat kontent aparır. Yəni onu demək istəyirəm ki, mənim kontentimdə elə bir şey yoxdur. Çıxım, kiməsə fikir bildirim. Kimsə mənə nəsə bir sözüm olanda, mənim ona sözüm olub ki, mən kimi çəkiyim paylaşıb, yığmışam ki, salam əleykum, necəsin əziz qardaş? Nə məsələdir belə bir şey eləmirsən? Yəni, sən mənlə prim yığmaq istəyirsən, sən mənə sözün var, özümə yığdın. Mənə niyə sosialdan atışırsan? Mən sənə işim yoxdur. Yəni, biz ayrı-ayrı level adamlarıq, kateqoriyalıyıq. Başa düşürsünüz, yəni sən niyə görə mənə hər hansı bir iradə bildirməlisən? Yəni, sənin mənə iradə bildirən insan ümumiyyətlə birinci özünə sual verməlidir ki, o kimdir, onu bacara bilər, onda o şey varmı ki, özü var ümumiyyətlə, o mənə o iradə bildirir. Ona görə də mən çox da bu şeylərdə açıqcası susuram. Yəni, öz işimi görürəm, öz işim deyəm, amma söhbət ümumi Azərbaycandan gelirsə, Azərbaycanın təmsili üçün, bəli, paylaşmışam, Azərbaycana
Azərbaycanın adından, Azərbaycanın təmsil olaraq kiməsə nəsə demək, nəsə etmək mən hər zaman hazıram və etmişəm də bunu. Amma yoxsa şəxs olaraq filan kəs niyə belədi, filan kəs bunu elədi. Bəziləri inansız, yəni danışıq olsun deyə çoxu danışır. Yəni nəsə olsun deyə, yəni bəzən susmaq qızıldır oradan da. Az öncə bildirdiniz ki, bizim ölkədə bu peşəni çox alçaldıblar, amma başqa bir ölkədə bu peşənin adı çəkilən daha çox hörmət qoyulur. Sizcə onda burada coğrafiya böyük rol oynayır? Yəni coğrafiya sizcə qədər qismətdir? Yox, coğrafiyanın buna buna heç bir məncə bir aidiyyəti yoxdur. Sadəcə olaraq IQ səviyyədən söhbət gedir. Sadəcə olaraq siz necədir? Siz sosial şəbəkə çox fərqlidir. Bax, necə sizə deyim? Zaten siz özünüzə görürsünüz kim nədir. Amma biz pis də olsa baxırıq. Yəni bütün ümumiyyətlə pis video çəkən, pis kontent göstərən insanların hər birini mən tanıdığım kimi siz də tanıyırsınız və siz də görürsünüz. Məcburən qarşımıza çıxır, baxırıq. Onda bayağı kontent yoxdur, məncə bayağı izləyici var. Bax, belə deyim sizə, bu girmişik sosiala, dediyim kimi. Sosial elə bir şeydir ki, yəni o bəzi bir kütlə baxdıqdan sonra o insanın qarşısına çıxır. Bəzən məcburən qarşımıza çıxır, biz baxırıq. Ən azından 3-5 saniyəsinə. Yəni ümumiyyətlə insan, vallahi elə bir söz deyim ki, elə bir IQ səviyyədə olan insan, elə bir gülüş adı ilə də gülmə formasına elə bir insanlara baxıb demişəm, mən inanmıramsa buna baxırsan, yəni belə şeylər də olur. O demək deyil ki, o insan bayağıdır, yox. O insan kaliteli insandır, savad özüm. Burası çıxıb qabağına baxır ki, buna bax. Bu neyinir? Bu neyinir deyə baxdığım belə ona baxış verir, izləyici verir. Yəni bu hallar çox olur. Bu mən də baxmışam ki, bu adam danışır. Bu nə boş bütün gün nə danışır? Bu neyinədir? Nə baş verdi? Neyinədir ki bu? Amma artıq onun ünvanına bir baxış getdi. Ona görə demək olmaz izləyicilər bayağıdır. Yox. Yəni adam baxır ki, görün maraqlıdır. Məqsəd axtarır. Hə də məqsəd, maraq baxımından çıxır, qarşıya baxırsan ki, axırda görürsən ki, hey, mənasız bir şeymiş. Sən demə, bu da artıq baxışı, o demək deyil ki, artıq mən də onu izlədim, mən bayağıyam və yaxud da hər hansı bir izləyici bayağıdır. Ona görə o izləyiciləri elə adlandırmaq olmaz. İzləyicilərin hər biri nemətdir. Yəni onların fikri mənim üçün çox maraqlıdır. Həqiqətən də sağ olsunlar. Nəsə bir negativ bir şey onda deyirlər. Necə ki, bax, elə bir ki, mən bu saç əkimində olanda dedilər, saç kəsilməlidir. Mən gözləmirdim. O qədər stres yaşadım özümdəki oyda. Necə olacaq? Yəqin mən bir-iki ay insanların gözünə çıxmayacağım. Doğrudan da özümə çox kompleks elədim. Amma inanın, elə bir motivasiya gəldi, sanki mən üçün yeni səhifə açıldı. Yəni açıb direkt sizə göstərsəm, hər kəs ki, bəlkə siz saçınızı uzadmayasınız. Bəlkə siz elə belə də qalasınız. Bəlkə belə davam eləyəsiniz. O qədər mənə bu insanlar motivasiya verdi. Onlar olmazsa mən bu güc ilhamı hardan alardım? Əslində blogerlik bir tərəfdən azad platforma kimi görünsə də, digər tərəfdən sosial təzyiq, etiketləmə və yanlış anlaşılma riski yaradır. Sizin fikriniz mənə maraqlıdır ki, bu mühit insanları daha cəsarət edir, yoxsa özünü senzur etməyə məcbur qoyur? Yəni hansı insanları? İşin içində olan insanlar. İşin içində insanlar. İnsan bilsiz necədir? Gərək ümumiyyətlə azad deyirik. Əslində gərək bundan sui-istifadə etməyəsən. Əgər sən bəlli bir kütlən varsa, bəlli bir izləyicin varsa, sən ondan yararlı istifadə etməlisən də. Yəni, dediyim kimi, kiməsə hansısa bir cəmiyyətə, nəyəsə bir xeyrin dəyməlidir. Yəni, var amma o şeydən sui-istifadə edən insanlar. Bir də görürsə, bilsən nə olur? Məsəl üçün, haçansa kimisə çəkiblər videosu da, məsəl üçün, hansısa bir söz deyib, hansısa bir məclisdə, hansısa bir çöldə bayırda nəsə bir ağzından bir şey çıxıb deyib və milyonlarla baxışır. Və görürsən ki, üstündən biraz keçir, həmin adam TikTokda canını açır ki, mənəm, bax o həmin adam var idi, o deyən adam mənəm. Başlayır məşhur olmağa,
hamı başlayır izləməyə. Belə şeylər də olur. Yəni gərək ki, yəni bu belə deyim də, dediyim kimi bu sosialdan sui-istifadə etməyəsən. Daha yararlı həm özünə, həm cəmiyyətə. Nəyə pisdir? O qədər maraqlıdır. İnsanlarla sual edirsən, cavab edirsən. O gün bir yerdəydim. Nəsə almaq istəyirdim. Şəkilləri paylaşırsan, insanların fikrini öyrənsən ki, o qədər maraqla yazırlar, o qədər həvəslə. Yəni bu kimi səni izləyən, sevən insanlar varsa, valla bu bir nemətdir. Bu izləyicilərin qədrini bilmək lazımdır ki, yaxşı ki onlar var. Ona görə mən onlar arasında tez-tez viktorinalar keçirdirəm, tez-tez hədiyyələr verirəm. Çünki daha da maraqlı olsun. Baxma, bu qədər insan vaxtını ayırıb onları mükafatlandırır. Bəli, əziyyət çəkib mənə baxırlarsa, izləyirlərsə, niyə də olmasın? Bugünkü gündə mən onların sayəsində də qazanıram, ətrafım qazanır, ailəmi dolandırıram, ətrafımı dolandırıram. Yəni o insanların baxışlarını və mənə sağ olsunlar çox güvənirlər. Bir şey təqdim etdikdə həmən məsəl üçün bir məkandır və ya bir məhsuldur. Xəbər çatır ki, hə, sizin tərəfdən yığdılar, çox gəldilər, çox soruşdular, çox şey elədilər. Yəni bu kimi güvənən və məni sevən bir kütləm var. Amma yox, mənim bu qədər kütləm var, belə mən hər şey edərəm. Yox, xeyr. Yəni dediyim kimi, bu kütlə bir gün sən elə bir şey eləyə bilərsən ki, səndən üz döndərib gedə bilər. Belə deyim də, o suyu piliyə-piliyə içirik də, yavaş-yavaş. Belə rəftar eləmək lazımdır. Amma bəziləri düşür o populyarlığın, belə deyim, atmosferinə, havasına düşür. Elə bir də görürsünüz ki, altın vurur, heç çox da gedə bilmir irəli. Mənə elə gəlir ki, insan bir şey qazandıqca onu itirmək qorxusu da artır. Status, tanınma, diqqət. Sizcə bu insanı daha da işləməyə məcbur edir, yoxsa onu məhdudlaşdırır? Həyatda qazanmaq çətin, itirmək isə çox asandır. Yenə deyirəm sizə, bilirsiniz necədir? Həyatda doğrudan da bir yerə nail olmaq, bir yerə gəlib çıxmaq çox çətindir. Çox insanın vaxtını alır. Amma oradan düşmək saniyəsindədir. Gəl, ümumiyyətlə, hər bir halda diqqətli olasan. Hər bir halda. Hər bir halda o deyirik, məsəl üçün, tək özünü düşünməli deyilsən. Yəni, sən bu camiyyənin içindəsənsə, demək ki, o camiyyədə səni izləyən insanlar da düşünməlisən. Siz bu qorxuyla üzləşmisiniz? Qorxu deyilir. Əslində, qorxu yox, hamının içində bir həyəcan olmalıdır. Mən də bir şey eləyəndə düşünürəm ki, görəsən nə deyər, görəsən nə reaksiya verərlər, görəsən necə olar. Təbii ki, hamı üçün mən də itirmək istəmərəm. Yəni, dediyim kimi, bu mənə güvənən insanları, məni sevən insanları, bu qədər illərimin axı əziyyətidir bu milyonlarla insanı ətrafıma toplamaq. Təbii ki, hamının içində itirmək qorxusu olmalıdır. İtirmək qorxusu olmayan davam eləməz. Təbii, hər bir şeydə istər bu münasibətdə olsun, real həyatda olsun, istər işdə olsun, hər bir şeydə. Ümumiyyətlə, əbədi mənəm, heç vaxt mümkün deyil sözünü deməyəsən. Heç vaxt sözünü deməyəsən. Yəni, həqiqətən də hər şeyin bir dövrü var. Şükran bəy, çox sağ olun dəvətimizi qəbul edib iştirak etdiyinizə görə. Düşünürəm ki, xüsusilə gənclər üçün çox maraqlı bir buraxılış oldu. Bir daha vaxt ayırdığınız və açıq danışdığınız üçün çox sağ olun. Çox sağ olun, minnətdaram sizə, sağ olun.